yuxarıdan yerdə oradan çıxırsan, sizə qədər. Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin 18-ci məhəlləsində yerləşən mənzillərin birində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb və ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Hadisədən xəbərim yoxdur. Saat 1 radələrində müşahidəsini gətirən moment gördüm tüstü çıxır evdən. Qonşular sağ olsunlar, məlumat bildirmişdilər Fövqəladə Hallar Nazirliyinə. Vaxtında gəldilər, köməkliyi etdilər. Və bir otaq tamamilə sıradan çıxır. 5000 civarında ziyan dəyir.